Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'i ve seyyidil murselin. Ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Emma ba'd. Aziz Müslümanlar. Kutsi hadis dedikdə Kur'an'da olmayan, lakin Resulullah sallallahu aleyhi ve sellemin hadis şeklinde rivayet ettiği Allah'ın kəlmələri nəzərdə tutulur. Allah elçisi sallallahu aleyhi ve sellem Allah'ın Kur'an-ı Kerim'de buyurduğu kimi o öz isteğiyle danışmır. Bu ona telqin edilen bir vehiydir. En-Necm suresi 3 ve 4. ayetler. Onun söylediği sözler arasında qudsi deyilən hədislərə rast gəlinir. Qudsi hədis hem lefz hem de mana cəhətdən Resulullah sallallahu aleyhi ve sellemin Rabbindən rivayet ettiği hədislərə deyilir. Qudsi hədislər mərtəbə etibarıyla Kur'an-ı Kerim ile Resulullah sallallahu aleyhi ve sellem hədisləri arasında bir yer tutmaqdadır. Məna etibarıyla uca Allah'a, lefz etibarıyla ise Peygamber sallallahu aleyhi ve sellem aid edilir. Bu hədislərə uca Allah'a nisbət olunduğu üçün qudsi, yani müqəddəs hədislər deyilir. Qudsi hədislərlə Kur'an arasında olan fərq birincisi, Kur'an-ı Kerim bütövlüklə mütəvatirdir. Qudsi hədislər isə belə deyildir. İkincisi, Kur'an-ı Kerim bütövlüklə səhihdir və onda heç bir xəta yoxdur. Qudsi hədislərin arasında zəif, hətta batil və uydurma hədislərə rast gəlinir. Üçüncüsü, Kur'an-ı Kerim məxluq deyil, yani yaradılmayıb. Qudsi hədislər isə Allah elçisinin sallallahu aleyhi ve sellemin sözləridir, yani məxluqdur. Dördüncüsü, Kur'an-ı Kerim hem məna, hem de lefz etibarıyla Allah'tandır. Qudsi hədislər ilə mənaca Allah'tan, lefz etibarıyla ise Allah elçisindəndir sallallahu aleyhi ve sellem. Beşincisi, Kur'an-ı Kerim ayə, surə, hizb və cüzlərə bölünür. Qudsi hədislər isə bunlara bölünmür. Altıncısı, Kur'an-ı Kerim'i oxuduqda onun hər bir hərfinə 10 savab verilir. Qudsi hədislər isə belə deyildir. Yeddincisi, Kur'an-ı Kerim namazda oxunur. Qudsi hədisləri isə namazda oxumaq olmaz. Subhanekallahumma Rabbena ve bihamdik. Eşhedü en la ilahe illa ent. Estağfiruke ve atubu ileyk.